Bismillah. Bürclərin 26 yanvara ən düz proqnozu. Qoç, bugün qərar vermək üçün uyğundur. İş və pul mövzusunda gözlənilməz fürsət çıxa bilər. Tələsik xərclərdən uzaq dur. Buğa, maddi mövzular ön plandadır. Əlinə pul keçə bilər. Amma qənaətli olsan daha çox qazanc gətirər. Axşam saatları xoş xəbər var. Əkizlər, ünsiyyət gün olacaq. Yeni tanışlıq və ya iş təklifi gündəmə gələ bilər. Pul məsələsində risk etmə. Xərçəng, daxili gərginlik azalır. Ailə və evlə bağlı sevindirici xəbər mümkündür. Maliyyə baxımından sabitlik yaranır. Şir, şans səndən yanadır. Xüsusilə iş və pul mövzusunda irəliləyiş var. Göz önündə olacağın bir gün olacaq. Qız, detallara diqqət etməyin faydasını görəcəksən. Gecikmiş bir ödəniş və ya qazanc gələ bilər. Tərəzi, sevgi və pul balancı ön plandadır. Yeni planlar qurmaq üçün ideal gündür. Axşam saatları sürprizlidir. Əqrəb, gizli qalan bir məsələ aydınlaşa bilər. Pul baxımından rahatlama görünür. Duyğusal qərarlardan qaç. Ox atan, şanslı gündəsən. Yeni təklif və ya əlavə gəlir ehtimalı yüksəkdir. Aktiv ol, fürsəti qaçırma. Oğlaq, zəhmətinin qarşılığını almağa başlayırsan. İşdə yüksəliş və ya pul artımı mümkündür. Dolça, planlarını dəyişmək məcburiyyətində qala bilərsən. Amma bu xeyrinə olacaq. Maliyyə baxımından yavaş-yavaş yüksəliş var. Balıq, hisslərin güclənir. Pul məsələsində intuisiya sənə doğru yol göstərəcək. Axşam saatları uğurludur.